zəng uşaqlarına kim talpı ilə gəlsə, misal üçün, ən möhtəşəm, özdə hamıdan ucuz mən təşkil edirdim onu. Bir dənə püş atacağıq, hə? Bir hansısa çox olanın məclisində biz iştirak eləyərik də istəsələr də, yəni adam yerinə qoyub çağırsa biz də gələrik. Keçən il bir dənəsinə getmişdik, yox ikisinə. Bu illərim amma bir dənəsini seçərik. Çünki bu il bizdə də yaxın uşağın son zəncidir, bacı oğlunun. Ona görə başım ona qarşıdıq, amma bir nəfərin bacı oğlunu da başımı bıraxarım. Əsas odur ki, kim çox gəlib alsa, misal üçün, onların məclisində gəlib iştirak eləyə bilər. Özdə rayonlarımızdan birinə gedək. Hansı rayonun birini seçimidir? 50 manata. Son zəng dəsti, İtalyan kəsim. Rəngləri də hamısı var. Ağ, qara, göy, qırmızı, yaşıl hamısı da var. Bu gündən önce başladıq. Son zəngə yaxınlaşıb 3 ay qalıb. Bilirsiniz ki, uşaqlar kreditlə də ala bilərsiniz. Yəni xırda-xırda institutun pulundan, universitetin pulundan verərsiniz. Yəni çıxıda onlar nə alırlar? Nə deyirlər ona? Hamısı ayda 18 manat 50 qəpik düşür. Hamısı da var. Çox ekskluziv şeyler çıxardacağım da bu illərin bax. İndi bu gündən indi siftə elədim bundan başladım. Amma biraz daha baxın 30 manata dəstər, 35 manata dəstər. Allah haqqı şoka salacağım 50 manata, 100 manata. 150 manata gördüyünüz dəstərin mən təşkil edəcəmsə 50 manat 60 manat. Yəni ən azından olmasa, eləyə bilməsəm, gücüm çatmasa belə bir 20 manat 30 manat fərq qoyacağam hamıdan. Durun gəlin, hər şeyimiz də var. Son zəng uşaqlar gələn kimi Raqib bəylə, Cakı bəylə əlaqə saxlasın burada. Çünki sırf son zəngə ayrıca bir qrupa ayırmışıq. Onlar baxacaqlar. Ona görə gəlin, xidmətinizdəyik. Hamıyı gözləyirik gəlin.